Hə uşaqlar, bir dənə buna baxın. Belə o leş xalçalardan deyil, ağırlığı adam belini qıran. Yup yumuşaqdı, ləkə tutmayan. Qıraqdan görün necə parıldayır. Bunu Şəhriyar seçmişdi, amma almadıq. Rabia ilə mənim seçimimi aldıq. Amma bu da çox gözəldir. Bu xamilyon xalçadır. Əslində bu bizim qonaq otağımıza çox uyurdu. Sadəcə istədik ağ xalça olsun. Bunu da bəyənmişdik. Bu arada kafe, restoranlar, nə bilim, hər cür stildə evlər üçün burada hər cür xalçalar var. Və onu da deyim ki, həqiqətən qiyməti gözlədiyimizdən qat-qat münasib çıxdı. Çox gözəldir, həqiqətən. Xalçalar. Həqiqətən çox gözəl xalçalar var. Mən bir-bir sizə bəyəndiklərimi göstərəcəm. Evimizə uyğun xalçalarımızı seçdik, o heç. Amma baxın, görün necə gözəl dizaynda, görün necə gözəl naxışlı, əsl cehizlik. Əsl, yəni apar